Pardon belki bir seher, dolunu düşmenik neyleyip fakat. İndi sür her yerime keylime seher, keylime seher, keylime seher. Bariton möcüzəsi, opera sənətinin böyük siması Ağababa Bünyadzadə. Oğlum gelip şimdi yayınlıyor. La 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 la. Ağlamanı nasıl vermem ferman. Onun həyatı ətrafdakıları heyrətləndirmək duyğusu ilə başlayır. Neftçi ailəsində doğulan Ağababa Bünyadzadə hələ körpə ikən atasını itirir. Anasına kömək eləmək üçün çilingərlik peşəsini seçir. Lakin zaman göstərir ki, insan səhnə üçün doğulubsa, ruhun sənət çağırışını heç bir məcburiyyət boğa bilməz. Beləliklə, ecazkar səs sahibi yalnız öz həyatını deyil, bütöv bir sənət tarixini dəyişdirmiş olur. Nedir senin derdin, ona hesar eder. Nedir senin fikrin, belə tarım aradar. Böyük opera ustasının 110 illiyi ərəfəsində həmsöhbətimiz, sənətkarın nəvəsi Kəmalə xanım Ağababa Bünyadzadə fenomeninə məxsus hər şeyi böyük bir xatirə və keçmişdən boylanan musiqi arxivi kimi qoruyub saxlayır. Onun sözlərinə görə Ağababa Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə musiqi təhsili aldıqdan sonra qısa müddətdə tanınmış opera solistlərindən biri kimi, eyni zamanda aktyor kimi sevilir. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli onun bariton səsinin sanki taleyinə, qismətinə biçildiyini deyir. Bütün operalarda və Koroğlu'da məşhur Həsən xanın ariyası indi hamı əzbər bilir. Amma eyni zamanda sonra Müslüm Maqamayevin operasında, Maestro Niyazinin operasında Xosrov və Şirin, Əfrasabın Nizami operasında, Vasif Adıgözalovun Ölülər operasında baş rolu. Amma nəinki Azərbaycan bəstəkarlarının operalarda. O Carmen, bizə Carmen məşhur operanın, orada Eskamilya bir qəhrəman var, məşhur onun kupletləri. Belə səviyyədə oxuyurdu ki, mən bilmirəm, əgər o İtaliyada yaşasaydı, dünya şöhrətli bir bariton olardı. Dövrün milli mətbuatı da belə bir fenomenal səsə və sənətkara biganə deyildi. Ağababa Bünyadzadə adı qəzet səhifələrində böyük hərflərlə vurğulanırdı. Kəmalə xanım arxivində saxladığı qəzetləri vərəqlədikcə sanki həmin dövrün sehirli aləmi yenidən canlanırdı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Ağababa Bünyadzadənin yaratdığı obrazların müxtəlifliyinə və rəngliliyə diqqət çəkərək onu opera sənətimiz üçün unikal səs, sənətkar adlandırır. Onun yaratdığı obrazların bir partiturasına baxanda biz görürük ki, necə müxtəlif obrazlar yaradırdı. Baxın, indi tutaq ki, Leyli və Məcnun Nofel obrazını oynamışdı. Mən onu yaxşı bilirəm deyə deyirəm. Şah İsmail'də Aslan Şah hansı ki, çox belə çətin bir partiyadır, ifa eləmişdi. Koroğlu'da Həsən xan hansı ki, bugünə qədər də ən məşhur partiyalardan biridir. Yəni, tutaq ki, Avropa əsərlərində, Carmen'də Eskamilya hansı ki, o da çox maraqlı bir obrazdır, oynamışdı. Ən çox da məsələn, Bazilya obrazı onun üçün çox ümumiyyətlə, bugün üçün də o obraz Azərbaycanda çox az nadir ifaçılar var ki, onu ifa eləyirlər. Amma o vaxt üçün Ağababa Bünyadzadə bunu ifa eləmişdi. Görkəmli opera ustası 1967-ci ildə Müslüm Maqamayevin Şah İsmail operasını tamaşaya özü hazırlayır və bu, rejissor kimi onun ilk və son işi olur. Amma həmin opera illərin və zamanın bütün sərhədlərini qıraraq günü bu gündə səhnələşdirilir, tamaşaya qoyulur, tamaşaçılar tərəfindən sevilir. Mən dedim ki, bunun dekorasiyası, tərtibatı qalıbmı həmin tamaşa? Dedilər, ha, qalıbdır, o əla. Dekorasiyanı qurdurdum səhnədə, necə var, astılar qurdular. Mən otdum, fikirləşdim ki, burada rejissor nə eləyə bilər də? Ta ki, bu dekorasiyanın içində rejissor nə eləyə bilər? Və başladım onun mizanlarını qurmağa və iştirak eləyən, hansı ki, o dövrdə o tamaşada iştirak eləmişdi Arif Babayev, Canəl Əkbərov, nə qədər yanında iştirak eləmişdi. Ondan sonra Ərəbzəngi obrazını ifa eləyənlər hamısı var. Şahlar Quliyev obrazı oynamışdı. Onda hələ o da
hələ gənc kimi idi. Gənc deyəndə ki, orta yaşlı idi və Şahlar Quliyev dedi ki, mən oynamışam. Dedim, siz baxın görün, oynamışsınız da bu tamaşanı oynamışsınız. Mən qurduğum mizan həmin tamaşanın mizanlarına uyğun gəlirmi? Dedilər ki, hə, elə bir ki, baxmısınız tamaşaya. Hardasa bir 6 ay, 7 ay çalışdıq və biz o tamaşanı mən bərpa elədim. Mən artıq onun bərpaçı rejissor kimi oldum. Amma quruluş Ağababa Bünyadzadənindir və bu günə qədər o tamaşa repertuardadır. Ağababa Bünyadzadənin bariton səsi, geniş diapazonu, zəngin tembri və texniki mükəmməlliyi Azərbaycan opera tarixinə möhür kimi həkk olunur. Xalq artisti Fərhad Bədəlbəyli deyir ki, Ağababa Bünyadzadə adı ilə fantastik istedad ifadəsinin həmişə yanaşı çəkilməsi də təsadüfi deyil. Onun gözəl səsi var idi və gözəl səsinlə bərabər o fantastik bir aktyor idi. Siz əgər onun bütün şəkillərə baxasınız, elə bir İtalyan kino aktyora oxşayır, ya Fellini'yə oxşayır, ya çox gözəl belə və obrazları belə yaradırdı da. Çox gözəl obrazlar yaradırdı. Həsən xan Koroğlu da belə nə deyim, onun hər bir jesti, hər bir elə belə oxumurdu ariyanı. Yox, o ariyanı yaşayırdı. O gözəl aktyor idi. Və bu aktyorluq ustadığı və vokal istedadı əlbəttə bu vəhdət böyük nəticə verirdi. Sənətkarın opera səhnəsini fəth elədiyi dönəmdə hələ uşaq olan, lakin həmin günləri yaddaşında ən coşqulu formada saxlayan xalq artisti Fərhad Bədəlbəyli həmin günləri belə xatırlayır. Atam Palyaşvili, Gürcü bəstəkarı, dayısı bir opera qoydu. Orada Kiyazo bir obrazı var. Çox mənfi obrazdır. Amma mənfi obrazı necə o Ağababa müəllim yaratdı, əsl o Yago kimi belə Şekspir səviyyəsində oynayırdı. Mən xoşbaxtım ki, bu insanlarla ünsiyyətdə olmuşam. Bu böyük bir məktəb idi. Çox böyük məktəb idi. Operada, Maestro Niyazın evində, Ağababa müəllim tez-tez o evində olurdu. Bülbülün evində biz görüşürdük. Biz uşaq idik. Biz onun qızı ilə bir yerdə Bülbül adına məktəbdə oxuyurduq və tez-tez dost idik. Nelə xanım? Biz dost idik və tez-tez əlbəttə tamaşalara, filarmoniya gedirdik. Gəncliyimiz çox maraqlı keçirdi və yenə deyirəm, biz xoşbaxt, mən, Polad, xoşbaxtıq ki, belə insanlarla ünsiyyətdə olmuş. Bəli, Ağababa Bünyadzadə təkcə opera tariximizin deyil, bütövlükdə milli mədəniyyətimizin ən parlaq simalarından biridir. Azərbaycan musiqisinə yeni bir dərinlik, səhnəsinə isə əbədi bir iz qoyan sənətkar kimi. Bugün saadetim maşır başımdan, razıyam bəxtimdən can sirdaşımdan. Könüldə açır min bir çiçəklər, oyansın çəhrəmə çərfi fələklər. Azərbaycan opera sənəti yaşadıqca, nəfəsi duyulduqca Ağababa Bünyadzadənin əzəmətli səsi də qəlbləri titrədərək musiqi dünyasında daim xatırlanacaq. Sanki bahar geldi, hoşum can oldu gülüm, gönül könül şad oldu, şirin yar oldu.